Salam dəyərli abituriyentlər. 9-cu 3-cü ay 2025-ci ildə Dövlət İmtahan Mərkəzinin sizlər üçün keçirdiyi suallardan C variantı əlimizdədir. C variantının suallarının izahını sizinlə bölüşmək istərdim. Buyurun. 31. Verilmiş cümlələrdə zərfin mənaca hansı növləri işlənmişdir? Biz kəndə çatanda meşədəki torağaların səsi güclə eşidilirdi. Deməli, burada güclə. Cavanşir bir qədər dincəlib yoluna davam etdi, bir qədər dincəldi. Tərzərgə zərfi və eyni zamanda kəmiyyət. Cavab C. 32. Söz sırasının pozulduğu hansı nümunədə həm sadə, həm də mürəkkəb isim var? Həm sadə, həm də mürəkkəb. Sevgi əzəl gündən sevir baharı, baharda insanlar arzuya çatır. Burada mürəkkəb yoxdur. Bəs kimə yetişəcək o bağ-bağçanın qazancı? Mürəkkəb var, eyni zamanda düzəltmə var, sadə yoxdur. Açıldı bayraqlar, çalındı boru, fələk görməmişdi bu vurhavuru. Demə, vurhavur mürəkkəbdir. Burada yerdə qalır bayraqlar, boru, fələk isə sadədir. Bizə lazımdır olan cavab C-dir. 33. Xalqımızın mərd oğulları bu mübarizəyə qoşuldular ki, niyə qoşuldular, nə məqsədlə qoşuldular? Gələcək nəsillər azad və xoşbaxt yaşasınlar. Deməli, mürəkkəb cümlədir, tabeli mürəkkəb cümlədir. Birinci başlı, ikinci budaq cümlədir. İndi baxaq. Budaq cümlə nə istəyir bizdən? Səfi deyir istəyir. Budaq cümlə bax cümləyə bağlayıcı ilə bağlanıb. Bəli, iki bağlayıcısı var burada. Bu doğrudur. Həm baş, həm budaq cümlə feili xəbərlidir. Qoşuldular, bir də yaşasınlar. Feili xəbərlidir, doğrudur bu da. Baş və budaq cümlələr müəyyən şəxslidir. Yəni, müftədası varsa müəyyən şəxsli olacaq. Bəli, oğullar qoşuldular, nəsillər yaşasınlar. Deməli, bu da doğrudur. Baş cümlə birinci, budaq cümlə sonra gəlib. Bəli, doğrudur. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqə hər iki növünə istifadə edilib. Sintaktik əlaqə iki yerə bölünür də, tabeli, tabesiz. Deməli, tabeli birinci cümlədə xalqımızın mərd oğulları bu mübarizə qoşuldular cümləsində tabelisizlik əlaqəsi yoxdur. Cavab E-dir. Hansı cümlədə tamamlıq söz birləşməsi ifadə olunmamışdır? Deməli, söz birləşməsi olmasın. Bu meyvələrin hamısını Məhəmməd əminin bağından dərmişik. Nə etmişik, dərmişik, nəyi? Meyvələrin hamısını söz birləşməsidir. Əcnəbi turistlər Şəkinin görməli yerlərini gəzdirlər. Haranın Şəkinin görməli yerlərini söz birləşməsi olan tamamlıqdır. Vaqif, bu adamların çoxunu tanımıram. Tanımıram kimi? Bu adamların çoxunu. Deməli, bu da söz birləşməsidir. Bu hadisədən sonra Sevil hər şeyi etiraf etdi. Aha. Burada hər şeyi söz birləşməsi deyil, əvəzlikdir. Doğru cavab, deməli, hansı oldu? D. 35. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Deməli, burada tərəf sözüdür. Maşın saat 2-də şərqə tərəf yola düşdü, yenə tərəf. Fərqləndirilən sözlər bunlardır. Sözə qoşularaq məna çaları yaradır. Bu ikiyə aiddir, qoşmadır. Tərəf burada. İfadə olunan fikrə münasibət bildirir. Xeyr, burada yoxdur. Leksik mənası var. Birinci, deməli, leksik mənası var. C1-ə yazacaq. Yalnız qrammatik mənası var. 2-yə yazarıq. Çünki şərqə tərəf qoşmadır. 2-də yazacaq deyil. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıdır ki, bu da bağlayıcı deyil tərəf burada. Deməli, 1-ə C, 2-yə də A, D. A, D. Doğru cavabımız o zaman olur 1C, 2A, D, B cavabı. 36. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edən lazım şəkil, arzu şəkli. Təsdiqdə işlənsə də inkarda işlənə bilmir. Lazım şəkli təsdiqdə də işlənir. İnkarın yaratmaq üçün biz deyil hissəsindən istifadə edirik. Deməli, bu yanlışdır. Bizə lazımdır doğru fikri götürək. Gələsini sözü bu şəkildədir, yəni lazım şəklindədir. Xeyr, gələsini sözündə gəl sözün kökü ə arzu şəklinin, sini şəxs sonluğudur. Deməli, bu da səhvdir. Arzu şəklindədir bu. Kaş anar da gəlsin cümləsində feil bu şəkildədir. Bu əmir şəklindədir. Gəlsin əmir şəklində olan feildir. İsə köməkçi sözü ilə işlənə bilmir arzu şəkli.
isə köməkçi sözü ilə işlənə bilmir, doğrudur. Cümlənin feili xəbəri olur, bu da doğrudur, hər ikisinə aiddir. Məhcul növdə işlənə bilir, bəli, doğrudur. Misal üçün, oxuna, kitablar kaş oxuna, arzu şəklində, məhcul növdə, lazım şəkildə oxunası deyə bilərik. Deməli, doğru cavabımız neçə oldu? 4, 5, 6. 5, 6, E cavabı. Gözü su içməmək frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? İnanmamaq. Bəli, A-dır cavabı. A. 38. Hansı sırada bütün sözlərin yazılışı səhvdir? Ekspres, ədliyyə, ilbəil, düşkün, sözün kökü ş ilə bitəndə feillərdə onlara kün şəkilsi artırılır. Tələffüzümüzdə gün deyirik. Deməli, düşkün yazılmalıydı. Kokteyl yox, kokteyl. Alayarımçıq defislə yazılmalıdır. Bizə lazım olan cavab B. 39. Uyğunluğu müəyyənləşdirir. Mübtədanın əlavəsi işlənib, tamamlığın əlavəsi işlənib, yer zərfliyin əlavəsi işlənmişdir. Baxaq. Azərin atasına Amil dayıya məktub yazdı. Kimə? Azərin atasına Amil dayıya. Deməli, tamamlığın əlavəsi var. 2-yə gedir bu. Yazaq 2-yə. 2 gündən sonra Cavadı yeni mühəndisi nazirliyə dəvət etdilər. Kimi? Cavadı nazirliyə dəvət etdilər. Yeni mühəndisi. Ki, yenə tamamlıq. 2-yə B, A və B. Bizim evimiz mənzərəli bir yerdə idi. Göl qırağında idi. Bu xəbərin əlavəsidir. Bizə xəbər lazım deyil deyə bundan işimiz yoxdur. Qrupun yeni rəhbəri kim? Qrupun yeni rəhbəri kim? Gənc qız görüləcək işlərdən danışdı. Deməli, mübtədanın əlavəsi var. 1-ə D yazırıq. Anar kəndə bu doğma obaya tez-tez gəlirdi. Haraya kəndə? Bu doğma obaya zərfliyin əlavəsi, yer zərfliyin əlavəsi. Deməli, A, B, C, D, E. 3-ə də E yazacaq. E. Baxa, elə cavab var mı? İndi 1-dır. 2A, B. 2A, B, 3E var. D cavabı. 40. Uyğunluğu müəyyənləşdirir. İsmi birləşmiş işlənmişdir. Feili birləşmiş işlənmişdir. Qəfildən səs eşidirdi. Burada yoxdur. Düşmənin çirkin niyyətini dünyaya sübut etməliyik. Nəyi? Düşmənin çirkin niyyətini. Deməli, ismi birləşmədir. 1, B. Sən bunu mu deyirdin? Nə edirdin? Deyirdin. Kim? Sən. Nəyi? Bunu mu? Burada birləşmə yoxdur. Cəmil gedərkən uşaqlar yuxulu idilər. Uşaqlar nə zaman yuxulu idilər? Cəmil gedərkən feili birləşmə var burada. Deməli, 2-yə D yazacaq. Təşkil edilmiş bu sərgidə rəssamlar da iştirak edirdi. Nə edirdi? İştirak edirdi. Kim rəssam? Rəssamlar. Harada? Bu sərgidə. Hansı sərgidə təşkil edilmiş? Təşkil edilmiş burada mürəkkəb feildir. Bu sərgidə isə söz birləşməsi yaradıbdır, isim birləşmədir. Doğru cavabımız o zaman E getirilərmi bu? Bəli, 1-ə gedəcək E. Bu qədər. Sizə uğurlar, dəyərli abituriyentlər.